Bugün Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. Azadlığa qovuşan rayonun sakinlərinin sevinci hədsiz hüdudsuzdur. Doğma yurda qayıdıb orada öz peşəsini davam etdirmək istəyənlərindən biri də Habil Ələsgərovdur. 48 yaşlı Habil müəllimlə Mingəçevirdə şəhid Müşfiq Mirzəyevin adını daşıyan parkda görüşüb söhbətləşdik. 16 yaşında olarkən doğma yurdundan məcburi köçkün düşən Kəlbəcər sakini müharibədə anasını, babasını itirib. Mingəçevirdə fəaliyyət göstərən Kəlbəcər məktəbində çalışan Habil Ələsgərov şagirdlərinə qəhrəmanlığı, qorxmazlığı, mərdliyi öyrətdiyini deyir. Azad Kəlbəcərin sakini olmaqla fəxr edən müsahibim öz təəssüratlarını əməkdaşımızla bölüşüb. Mən bugün bir Kəlbəcərli olaraq Ali Baş Komandanımız, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə öz təşəkkürümüzü, öz minnətdarlığımızı bildiririk ki, bizim 200 illik tariximizi təzələdi. Biz o torpaqları ancaq yuxuda görə bilirdik ki, onun həsrətindən o cür yaşayırdıq. Amma bugün şükür, azad, Kəlbəcər azaddır, digər Azərbaycan bütövdür. Biz gedirik, gəzirik, görürük. Allah şəhidlərimizə rəhmət eləsin. Mən hər o gedib o faciə yaşadığım yerə çıxanda o şəhidlərin axan qanını mənim gözümdədir. Habil Ələsgərov tezliklə doğma Kəlbəcərə qayıdıb orada müəllimlik peşəsini davam etdirməyi düşünür. O, təhsil verdiyi şagirdlərin gələcəkdə peşəkar mütəxəssis kimi yetişib ölkənin inkişafına töhfə verəcəyini arzulayır. Rahim İbrahimoğlu, Könül Həbib qızı bugün informasiya proqramı üçün.